Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü sual izahımız FES Akademiyanın təşkil etdiyi 6-cı sinif monitorinq sınaq imtahanının 3-cü sınaq imtahanının izahı olacaq. İndi isə keçirik sınağımızın izahına. Birinci sualımızı oxuyuruq. Qarşılıqlı sadə ədədlər cütünü müəyyən edin. Biz bilirik ki, qarşılıqlı sadə ədədlər cütü, yəni ortaq böləni 1 olan ədədlər qarşılıqlı sadə ədədlər cütü adlanır. Və biz ardıcıl ədədlərdə qarşılıqlı sadə ədədlər hesab edirik. Demək, cavab burada elə C variantı ardıcıl ədədlərdir. 42 və 43 bunlar həm də qarşılıqlı sadə ədədlər cütü hesab olunmuş olur. İndi isə keçirik ikinci sualımızın izahına. İkinci sualımızda deyir, baba ilə nəvənin yaşlarının nisbəti 9/3 kimidir. Babanın yaşı 81 olarsa, nəvənin yaşının rəqəmləri hasilini tapın. Biz bilirik ki, 9/3 nisbətin biz olduğu kimi yazırıq. Tənasüb qururuq. Babanın yaşı hər halda 9 olar, nəvənin yaşı 3 olar nisbət baxımından. Demək, babanın yaşı 81 isə, demək, 81 bölmək x da nəvənin yaşı hesab olunmuş olacaq. Biz nə edəcəyik? 9-u nəyə vursaq 81 eləyir? Edir. 9-u 9-a vursaq 81 eləyir. Demək, 3 də 9, 3 də 3 dəfə artıb, 3 də 9 dəfə artıb, olub 27. 3-ü də 9-a vuranda 27. Ya başqa tənasüb yolla da həll etsək, belə də tapmış olarıq ki, 9-u vurarıq x-a, 81-i vurarıq 3-ə. 9-u x-a vuranda edir 9x bərabər. 81-i də 3-ə vuranda eləyir 243. 243-ü də 9-a, yəni x-in qiymətinə böləndə cavab eləyir 27. Nəvənin yaşını tapmış olduq 27. Amma nəvənin yaşını bizdən istəmir. Nəvənin yaşının rəqəmləri hasilin. Rəqəmləri hasilini istədiyi üçün biz 2-ni 7-yə vurub cavab tapacağıq 14. Variant olaraq C variantı 14. Keçirik indi 3-cü sualımızın izahına. 3-cü sualda bizə deyir ki, D və K düz mütənasib kəmiyyətlərdir. M plus M cəmini tapın. Biz baxırıq ki, 8 dəfə artıb 64 olub. 5-i 8-ə vursaq, N'in qiymətini 40 tapmış olarıq. Və biz 24-ü də 8-ə bölsək, M-in qiymətini tapmış olacaq 3. Bizdə də M-lə N'in cəmini istəyir. N 40-dır, M-dəki 3-dür. 40-ın üzərinə 3 gələndə cavab eləyəcək 43A variantı. İndi isə keçirik 4-cü sualımızın izahına. Əkob 4B 45-30, əbob 72-48, əbob 48-80 uyğunlaşdırma etməliyik. Ən kiçik ortaq bölən, birinci bizdən ən kiçik ortaq bölən istəyir. 45 ilə 30-a biz ən kiçik ortaq bölən tapmaq üçün rahat şəkildə 30 böl 45 şəklində yazırıq. İxtisar aparırıq. Bunlar 15-ə ixtisar gedir. 30-u 15-ə böləndə düşür 6, 30-u 15-ə böləndə düşür, üzr istəyirəm, 2. 45-i də 15-ə böləndə cavab düşür 3. Biz bunları çarpaz vursaq, əkobunu tapmış oluruq. 45-i 2-yə vursaq da 90 eləyir, 30-u 3-ə vursaq da 90 eləyir. Cavab demək, əkobu biri, yəni C-yə birləşdirəcəyik. Sonra keçirik ikinci, əbob 72 və 48. 72 ilə 48-in əbobunu tapaq. Yazaq aşağıda 72, yuxarıda yazırıq 48. Bunların ən böyüyü bölünür. 48 ilə 72-ni bölək, 16-ya bölsək 48-i 3 düşür. 72-ni də 16-ya bölsək, daha doğrusu 12-yə bölsək. 72 ilə 48 12-yə ixtisar gedir, ortaq. 72 ilə, əslində 24-də də ixtisar gedir. Biz 48-i 24-də bölsək cavab düşər 2, 72-ni 24-də bölsək cavab düşər 3. Və bunları biz çarpaz vuranda əkobunu tapırıq. Ədədimiz neçə dəfə azaldı? 24 dəfə. Demək, bunların əbobları 24-dür. Ədədimiz neçə dəfə azalıbsa, bu onun əbobu sayılır. Çarpaz da vuranda əkobu sayılır. Bizə də əbobu istədiyi üçün biz yalnız 24-ü götürürük. Demək, İkincini də birləşdiririk A-ya. 48 ilə də 80-in əbobu əlbəttə 48 də 80 də ən böyük 16-ya bölünür. Hər ikisinin ortaq böləni 16-dır. Demək, biz 1-i C-yə birləşdirəcəyik. 2-ni A-ya, 3-ü də B-yə. Cavab olacaq C variantı. İndi isə keçirik digər 5 nömrəli suala. 5 nömrəli sualda
Bu böyükdür, bərabərdir işarəsidir. Aha, bizdə deyir ki, bərabərsizlikdə deyir ən böyük və ən kiçik tam həllərin hasilini tapın. Bizdən tam həllər deyirsə, -8-dən böyük -7-dir. Və bizdən hasilini istəyir. -7 vurulsun. Müsbət 7-dən də kiçik müsbət 6-dır. Müsbət 7-dən də kiçik, bəli, müsbət 6-dır. 7-ni də biz 6-ya vursaq, ən böyük həllini istəyir bizdən. Demək, ən böyük həlli və bizdə də burada böyükdür, bərabərdir. Biz niyə 6 götürmürük, 7-nin özünü götürürük və ən böyük və ən kiçik istəyir bizdən. Demək, biz niyə 7-ni götürmürük? Çünki böyükdür, bərabərdirsə biz 7-nin özünü də götürə bilərik. Ona görə -7-dən də müsbət 7-yə vuranda edir -49. Cavab olacaq D variantı -49. 6-cı suala baxırıq. Tənasübdür. Həll eləməliyik tənasübü. Tənasübdə biz bilirik ki, çarpaz vurarıqsa rahat şəkildə tapa bilərik. 3x-i 16-ya vururuq, edir 48x. Üzərinə gəlirik 16. Bərabərdir. 4-ü 4-ə vururuq 16x. Üzərinə gəlirik 8. 48x olduğu kimi yazılır. 16x bərabərlik keçində çıxılır 16x. Bərabər 16 bərabərlik keçir olur -16. Üzərinə gəlirik 8. 48 çıxılsın 16x bu edir 32x bərabər. -16-dan da müsbət 8 çıxanda qalır -8. Demək, biz burada nə edirik? 32-ni bölürük x-in qiymətinə 8-ə, yəni edir x bərabər -4. Cavab eləyəcək burada A variantı -4. İndi isə keçirik 7 nömrəli sualın izahına. Kəsirlər deyir, ixtisar edin. Elə biz rahat şəkildə burada ixtisar apara bilərik. Demək, 96 ilə 24 ixtisara gedir, düşür burada 4. 4 ilə 28 ixtisar apara bilərik. Düşür burada 7. Burada da 1. 35 ilə 7-ni ixtisar apara bilərik. Qalır burada 5. 45 ilə də 5 ixtisar apararıq. Burada qalır 9. Demək, 90 ilə də 40 demək, ona ixtisar gedir. 90 ilə 20 daha doğrusu ona ixtisar gedir. Sonra baxırıq ixtisar gedən ədədlər varmı? Yuxarıda demək 9, 9, 81 qalır yuxarıda. Yəni səsirin sürətində qalır 81. Daha doğrusu 9-u 9-a vursaq. Burada bir 9 qaldı. Burada da 9, 9, 9'um 81. Aşağıda da qaldı 40 vurulsun 2. Yəni 80. 81 bölünsün 80. Cavab B variantı olacaq. İndi isə keçirik 8 nömrəli suala. 8 nömrəli sualda deyir ki, B müxtəlif rəqəmli ədəddir. Demək, müxtəlif rəqəmli bir ədəddir. Bu ədədin 100 minlik mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda deyir, B artır. B neçə fərqli qiymət ala bilər? Demək, bax, 100 minlik, bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliyə qədər artıranda müxtəlif rəqəmli deyir demək. Biz demək, hansı rəqəmlər deyəndə artır? Yəni 5, 6, 7, 8, 9 gələrsə artır. 5 olduğu üçün götürmürük, 6 var götürmürük, 7 yoxdur, 8 yoxdur, bir də 9 yoxdur bu rəqəmlərcə. Demək, bu 3 rəqəmi artırsaq, B fərqli, axı müxtəlif rəqəmli olduğu üçün biz 5 ilə 6-nı götürə bilmərik. Bizdən müxtəlif rəqəmli ədəd istəyir. Biz 7, 8, 9-u yalnız və yalnız götürə bilərik. Cavab variantı olacaq C3. Sonra 9 nömrəli məsələyə baxırıq. Qonşu bucağı 5-in 6 mislindən 5 vahid çox olan bucağın digər bucağı neçə dərəcədir? Demək, 5-in 6 misli edir 30. 30-dan 5 vahid çox, yəni 35. Demək, qonşu bucağın biri digərindən deyir, bu qədər çox deyir. 35 vahid çox olan bucağın. Demək, biri x plus 35-dirsə, biri x-dır. Bunların da cəmi 180 dərəcəyə bərabərdir, düzdür? Bucağın digər bucağı neçədir? Digər bucağını istəyir. Biri 135-dirsə, bizdən bax, birini istəyir. Biri 35 dərəcəli bucaqdır. Biz də bilirik ki, qonşu bucağın bucaqlarının dərəcə ölçüsü 180 dərəcəyə bərabərdir. Biri 35-dirsə, 80 dərəcədən çıxırıq, 180 dərəcədən çıxırıq 35 dərəcə, qalır 145 dərəcə. Cavab eləyəcək D variantı.
145 dərəcə. İndi isə keçirik 10-cu suala. X bərabər -5, Y bərabər -4 olduqda ifadənin qiymətini hesablayın. -4-ü moduldan çıxanda 15 müsbət kimi çıxır. Müsbət 15-ə vuranda bu eləyir -60. Müsbət 5-i də -14-ə vuranda bu eləyir müsbət 70. 70 60-dan böyük olduğu üçün müsbətin işarəsi yazılır. 70-dən də 60 çıxır, qalır 10. Cavab D variantı 10. Hesablayındır. Mötərəzilərin açılmasıdır. -16 olduğu kimi yazır. Müsbəti mənfiyə vırırıq. -4. Üzərinə gəlirik 10. Mənfini müsbətə vırırıq. -8. Üzərinə gəlirik 85. Mənfini 5-ə vuranda edir -5. 8, 85 çıxılsın. -5. Çıxılsın 101. İndi baxırıq. Demək, -16-nın üstə -4 gəlirik, -20. -20-nin üzərinə 10 gəlirik, -10. -10-dan -8 çıxır, -18 daha doğrusu. -18-in üzərinə 85 gəlirik, eləyir. 85-dən 18 çıxırıq, qalır. Demək, 85 çıxırıq 18, 15-dən 8 çıxırıq, qalır 7, 7-dən də 1, 6, 67, yəni mənfi yox, müsbət. 67 çünki 85 müsbətdir. Müsbət 67-dən 5 çıxırıq, qalır müsbət 62. 101-dən də 62 çıxanda qalır, demək, 101-dən də çıxırıq 62-ni, çünki 62 101 mənfidir, 62 müsbət. 11-dən 2 çıxırıq 9, 9-dan da 6 çıxırıq 3, -39. Cavab B variantı. -39. 12-ci suala baxırıq. -343 və 349, -349 ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. Demək, -343-dən sonra gəlir 344, 345, 346, 347 və 348. Demək, biz bunların cəmini tapacağıq. Demək, hər birisi mənfi olduğu üçün toplayıb cavabı ilə mənfi işarə kimi qeyd edəcək. 4-ün üzərinə 5 gəlirik, 9 üzərinə 6, 15, üzərinə 7 gəlirik, elə 22, üzərinə də 8, 30, 0 yazırıq 3 yaddan. 5 dənə 4-ü toplasaq 20, üzərinə də 3, 23, 5 dənə 3-ü toplasaq 15, üzərinə də 2 gəlsək, eləyir 17. -1730. Cavab edir A variantı, -1730. 13 nömrəli tapşırığa baxırıq. Mağazaya 1856 manat borcu olan Akif dayı borcundan 875 manat ödədikdən sonra yenidən 235 manat borc etmişsə bu ifadəni göstərən variantı seçin. Demək, borcdursa biz mənfi ədəd yazacaq. -1856. Üzərinə gəlirik. Aparıb borcundan veribsə, demək, üzərinə 875 gəlirik. Çünki artıq bu veribsə borcundan artıq borc azalmalıdır. Və bu borcu verəndən sonra gedib -235 manat yenidən borc edib. Yəni -235. Bu ifadə olmuş olacaq. Çünki 235 manat borc edibsə artıq yenidən -235 yazacaq biz burada. Demək, burada variant olacaq. B variantı düzgün ifadə olacaq. Sonra baxırıq 14 nömrəli tapşırığa. İfadənin qiymətini tapın deyir. Demək, A-nın qiymətini verib -18. 5-i biz, demək, gətirib 18-i qoysaq, 2 18 edir 36. B-nin də qiymətini yerinə qoysaq, B-nin qiymətini 15 verib, burada yazırıq B-nin qiyməti 45, A-nın qiyməti 36. Daha doğrusu -36. Müsbət 5-i -36-ya vuranda eləyir, demək, 150, o da 30, 180, yəni -180. Üzərinə gəlirik, 5 4-üm 20. Sonra çıxırıq, 45 almışdı, 3B-dir, 45 idi artıq. -4-ü vuracaq 45-ə, eləyəcək -180, çünki mənfini mənfiyə vurduq artıq. Mənfini müsbətə vurduq artıq. Sonra 4-ü 6-ya da vuranda hər ikisi mənfi olduğu üçün üstə gəlmək 24 yazırıq. İndi burada nə edəcəyik? Mənfilərlə mənfilər toplanacaq, müsbətlərlə də müsbətlər. Elə ardıcıllıqla gedirik. -180 ilə -180, bu eləyir ikisi birlikdə -360. 360-ın üzərinə, 20-nin üzərinə 24 gələndə eləyir 44. Üzərinə gəlirik 44.
360-dan 44 çıxanda, 60-dan 44 çıxanda qalır 16. Mənfi 316. Cavab eləyəcək A variantı mənfi 316. 15-ci suala baxırıq. Deyir, çoxluqlar verilib. A böl B çoxluğu. Yəni, A-da olub, B-də olmayan çoxluqları istəyir. Bax, A-da var 1, B-də yoxdur. Demək, 1-i götürürük. A-da var 3, B-də var, götürmürük 3-ü. 6 A-da var, B-də yoxdur. 6-nı götürürük. Sonra 7-yə baxırıq, 6 A-da var, B-də yoxdur. 7-ni götürürük. Baxırıq, 12 var, 5 var. Demək, 12 var, 9 var. Yox, 9 yoxdur bir də. 12 də var. Aha. Artıq A-da olanlar yalnız və yalnız bunlar, B-də yoxdur. 1, 6, 7, 9 çoxluğu cavab olacaq C variantı. 16-cı suala baxırıq. Tam ədədləri azalan sıra ilə deyir, düz. Azalan sıra deyəndə biz mənfi ədədlərin ən böyüyü ən kiçiyi hesab olunur. Müsbət ədədlərin ən böyüyü isə ən böyük hesab olunur. Biz burada ən kiçik ədəd mənfi 13-ü götürəcəyik. Çünki yox, ən böyükdə azalan sıra isə biz böyükdən kiçiyə doğru gedəcəyik. Aha, böyükdən kiçiyə doğru isə birinci burada 16 var. 16-nı götürürük ən böyük. 16-dan sonra böyük burada müsbət 8 var. Sonra müsbət 7 var. Müsbət 5 var. Sonra mənfi 4 var. Mənfi 6 var. Sonra mənfi 7 var. Mənfi 12 var. Mənfi 13 var. Bəli, cavab burada elə A variantı olacaq. Tam ədədlərin azalan sırayla düzdür. Böyükdən, yəni kiçiyə doğru düzülüşü A variantında var. 17 nömrəli suala baxırıq. 2 ardıcıl tam ədədin cəminin 5-ə hasili 525-ə bərabərdir. Bu ədədlərdən kiçiyinin rəqəmləri hasilini tapın. Demək, 2 ardıcıl tam ədədin cəminin 5-ə hasil. Demək, biz birincini x götürürük. İkincini x üstə gəlmək 1 götürürük. Və bunların cəminin 5-ə hasili. Biz burada x-ları toplayırıq. 2x üzərinə gəldik 1. Ardıcıl ədəddir də. Və bunları 5-ə vururuq. Bərabər edirik 525-ə. Aha, biz indi tənliyi qurduq, həll edirik. 2x-ı 5-ə vururuq, edir 10x. 10x üzərinə gəlir, 1-i 5-ə vururuq, edir 5. Üzərinə gəlirik 5, bərabər 525. 10x bərabər 525-dən biz 5-i çıxırıq. 10x bərabər 525-dən 5-i çıxanda qalır 520. X da bərabər 52-yə. İndi bizə deyir ki, bu ədədlərdən kiçiyinin rəqəmləri hasilini. Elə kiçiyin 52 oldu. X-in qiyməti bizdə ən kiçik ədəddir. 5-i də 2-yə vuranda rəqəmləri hasilində biz 5-i 2-yə vururuq. Edə cavab neçə? 10 C variantı. İndi isə keçirik digər sualımıza. 18 nömrəli tapşırığa. 18 nömrəli tapşırıqda bizə deyir ki, fikrimdə bir ədəd tutmuşam. Bilmirik. Bu ədədi 6 dəfə artırıb, alınan hasildən 12 çıxıb, alınan ədədi 8-ə vursaq 240 alınır. Bu anda biz tərs əməliyyat edirik. Hansısa bir ədədi 8-ə vurub 240 alıblarsa biz nə edirik? 240-ı tez bölürük 8-ə ki, görək hansı ədədiymiş o. 240-ı 8-ə bölündə cavab düşür 30. Demək, hasildən deyir 12 çıxıb, demək 30-un üzərinə 12 gəlirik. Tərs əməliyyat. Ta sondan əvvələ doğru. Bu deyir 42. Və bu ədədi deyir 6 dəfə artırıb. 6 dəfə artırıb 42 alıblarsa, demək biz 42-ni 6 dəfə azaldacaq. Cavab eləyəcək neçə? 7. D variantı 7. 19 nömrəli suala baxırıq. Çevrənin deyir radiusu 6-nın kvadratına bərabərdir. Bu çevrənin diametrinin 2 mislinin rəqəmləri cəmini tapın. Bir çevrə çəkirik. Demək, radius nədir? O nöqtəsinə qədər olan hissə. Tam mərkəzdən kənara dəyən olan qədər hissə, çevrənin mərkəzindən kənarına qədər olan hissə adlanır nə? Radius. Demək, radiusu 6-nın kvadratı. Yəni, 6-nın kvadratı biz bilirik 36-dır. Bu çevrənin deyir diametri. Bax, diametri artıq nə qədər oldu? Bu da 36. 36-nı vuruq 2 eləyir 72. Deyir, diametrin 2 mislini, yəni 72-ni artıq biz 2-yə vurmalıyıq. Bu da eləyəcək 144. Mislin rəqəmlərinin cəmi. 1-in üzərinə 4 gəlir, edir 5. 5-in üzərinə 4 gəlir, edir cavab 9. Cavab B variantı 9.
20-ci suala baxırıq. Diametri 48 sm olan çevrənin radiusuna bərabər olan bərabər yanlı üçbucağın oturacağı 6 sm olarsa, bu üçbucağın yan tərəflərinin cəmini tapın. Deyir, diametri 48 sm olan çevrənin radiusuna bərabər. Demək, diametr 48-dirsə, biz bunun radiusunu tapmaq üçün 48-i 2 hissəyə bölürük. Çünki diametr 2 dənə radiusa bərabərdir. Bu da bərabərdir 24-dür. Demək, biz tapdıq ki, radius 24-dür. Və bərabər yanlı üçbucaq, bax, bərabər yanlı üçbucaq çəkirik bir dənə. Bərabər yanlı üçbucağın deyir, bax, bərabər yanlı bir dənə üçbucaq. Oturacaq 6 sm-dir. Qeyd edirik. Və bunun perimetri 24-dürsə, 24-dən biz 6-nı çıxırıq. Yerdə nə qalır? 18. Yerdə qalan 18 bizim yanlarımızın cəmidir. Sən demək, yanlar da 9, 9-dur və bizdən də cəmini istəyəndə cavab elə C variantı 18-i tapmış oluruq. 21-ci suala keçirik. Deyir, tam bucağın 4/1 ilə düz bucağın 5/1-nin hasilinin hansı iki tam ədəd arasında yerləşir? Baxaq. 4/1 tam bucaq 360 dərəcədir. 4/1 360-ı 4-ə böləndə edir 90. Düz bucağın 5/1 isə düz bucaq da 90 dərəcədir. 90-ı da 5-ə böləndə düşür. Demək 18. Üzərinə gəlirik 18. 5/1-nin hasilinin, hasilinin deyirsə biz vururuq artıq. 90-ı 18-ə vuranda, demək, hasili deyir. Aha, hasili. Demək, 0 yazır, 9, 8, 72 yazırıq. 7 yadda, 9, 1, 9 üzərində 7, 16. 1620. Deyir, baxın, 1620 ədədi hansı iki tam ədəd arasında yerləşir? 1619 ilə 1621-in arasında yerləşir. 1620. Demək, 19 ilə 21 A variantında var. Cavab A variantı olacaq. 22-ci sualda deyir, natamam qismət 12, qalıq 8 olarsa, bölünənin ən böyük qiymətini tapın. Demək, natamam qismətdir, qalıq deyir. 8 olsa bölünəndən. Bax, natamam qismət, bax, bərabər 12 yazırıq, qalıq yazırıq 8. Qalıq 8-dirsə, ən az 8-dən bir vahid aşağı olmalıdır bölən. Yazırıq bura 7. Bir vahid daha böyük olmalıdır. Üzr istəyirəm, daha böyük olmalıdır. Bura yazırıq 8-dən bir vahid böyük yazaq 9. Çünki mütləq şəkildə qalıq hər zaman böləndən kiçik olmalıdır. Götürüb yazırıq bura bölən 9. 9 yazırıqsa biz artıq nə edəcəyik? 12-ni vuracaq 9-a. X-i tapmaq üçün bilmirik də bölünən neçə. 12-ni 9-a vuranda bu eləyir 108. 108-in də üzərinə bu qalığı mütləq gəlməliyik. Bu da eləyəcək 116. Cavab variantı olacaq D variantı 116. 23-cü sualda 2, 5, 12, 9, 28, 24, 34, 14 ədədinin ədəd ortasını tapın. Ədəd orta tapmaq üçün biz bilirdik ki, ədədləri toplayıb onların sayına, yəni ədədlərin cəmini onların sayına bölsək ədəd ortanı tapmış oluruq. Birinci toplayaq. 2-nin üzərinə 5 gəlir 7, 7-nin üzərinə 12 gəlir, edir 19, üzərinə 9 gəlir, edir 28, üzərinə 28 gəlir, edir 56, 56-nın üzərinə 24 gəlir, edir 56, o da 24, 80, üzərinə 34 gəlir, 114, 114-ün üstə 14 gəlir, edir 128 və sayına baxırıq, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədəd. 128-i biz bölürük 8. 12-nin içində 8 bir dəfə. 1, 8-im 8. 48-in içində də 8, 16 dəfə. 48-dən də 48 çıxanda qalır 0. Bizim ədəd ortamız nəyə bərabər olur? 16 C variantı. 24-cü suala baxırıq. İki şəhər arasındakı məsafə 210.000 kilometrdir. Xəritədə bu məsafə 7 sm olarsa miqyası qeyd edin. Demək, iki şəhər arasındakı məsafə xəritədə verib bizdə 7 sm. Xəritədəki ölçünün həqiqi ölçüyə nisbəti biz miqyası tapmış oluruq. Düzdür? Aha, biz nə edirik? 21 ilə 7-ni burada aparıqdırsa, bir dəfə, 3 dəfə. Bu da bərabərdir. 1 bölünsün 30.000. 1 bölünsün 30.000 tapmış olacaq. Burada 1 bölünsün yazılmıyor. Bax, 1 bölünsün 30.000. Cavab A variantı 1 bölünsün 30.000 olmuş olacaq. Sonra indi isə keçirik digər sualın izahına.
25-ci sonuncu sualın izahına keçirim. Sürəti saatda 70 kilometr olan avtomobil 4 saat yol sürdükdən sonra sürətini 2 dəfə azaldıb daha 3 saat yola davam etdi. Gedilən yolu tapın. Demək 70 kilometr olan avtomobil 4 saat yol sürdükdən sonra. Demək 70-i vururuq 4-ə. Bu eləyir 280 kilometr yol. Deyir sürətini 2 dəfə azaldıb, yəni 2 dəfə azaldıb 35 kilometr olub sürəti. 3 saat daha da yola davam etdi. 35 də vururuq 3-ə, eləyir 105. Ümumilikdə deyir, gedilən yolu tapın. 105-in üstə 280-i gəlirik, 5, 8, 3. 385 kilometr yol gedəcək. Cavab olacaq B variantı. 385 kilometr. İnşallah monitoring sınaq 4 imtahanın izahında görüşənədək sağ olun, salamat qalın.